Açıkçası xoş gördük mənim kanalımın dəyərli və əziz izləyiciləri. Hər birinizdən üzr istəyirəm, çünki bu aralar işimlə əlaqədar olaraq video ata bilmirəm kanalıma. Bugün sizlər üçün mən həm praktik yeməkdir, həm də ki, əslində milli yeməklərimizdəndir. Cızbız hazırlayacağam və bilirsiniz ki, cızbız üçün istifadə olunan ingredientlər soğandır, kartofdur və ciyərin özüdür. Burada mal ciyəri deyil də, quzu ciyəridir. Quzunun qara ciyəri, çox az miqdarda ağ ciyəri və ürəyi vardır. Mən indi bu cızbızın hazırlanmasını etap-etap sizə çəkib bölüşəcəm. İlk öncə biz başlayırıq soğanlarımızı yarım aypara şəklində doğramağa. Baxın əziz və dəyərli izləyicilərimiz, kərə yağını biz əlavə edirik tavamıza. Kərə yağı əriyənə qədər də biz burada soğanlarımızı az öncə qeyd etdiyim kimi yarım aypara şəklində doğrayırıq. Baxın əziz izləyicilərimiz, bütün soğanlarımızı yarım aypara şəklində doğradıq və orada da artıq yağımız əriməkdədir. Yağımız əridikdən sonra, yəni dağ olmağa ehtiyac yoxdur. Yağ biraz əridikdən sonra soğanlarımızı əlavə edirik qazanımıza. Və mən xırda bir nüansları qeyd etmək istəyirəm ki, bəzən olur ki, quzu ciyəri ilə soğanı bir yerdə qovrurlar. Məncə bu düzgün deyil. İlk öncə o soğanın müəyyən o rəngi var, hansı ki bəyazdan sarıya keçdiyi forması. Biz soğanı o formaya gətiririk, yəni biraz qovururuq, yüngül, qızarmağına ehtiyac yoxdur. Rəngi dəyişdikdən sonra isə artıq biz ciyərlərimizi əlavə edirik. Amma burada bir nüans da var, onu da qeyd edim. Ciyərlərimizi necə biz əlavə edirik? Bəzən ciyərləri çiğ formada əlavə edirlər. Bilirsiniz ki, quzu ciyəri həm dad baxımından, həm qoxu baxımından, həm də yumuşaqlıq baxımından digər böyükbaş heyvanların ciyərindən seçilir. Onun üçün də biz quzu ciyərini mütləq doğradıkdan sonra adi suda qaynadırıq. Bu qaynatma uzun bir proses deyil, çox az bir miqdarda qaynadırıq. 5 dəqiqə, 3 dəqiqə qaynadırıq. Onu xüsusi o qara rəngli suyu və kəfi çıxdıqdan sonra biz artıq onları yuyub qızardılmış, əvvəlcədən qızardılmış soğanların içinə əlavə edirik. İndi mən etap-etap sizə çəkib göstərəcəm. Siz də baxın, yararlanmağa çalışın. Baxın əziz izləyicilərimiz, artıq biz soğanlarımızı əlavə etdik yağımızın içərisinə və çox deyil də, az öncə qeyd etmişdim, 3-4 dəqiqə soğanlarımızın rəngi dəyişdikdən sonra artıq keçirik biz ciyərlərimizi doğrayıb pörtlətməyə, hazır formada gözlətməyə. Baxın əziz izləyicilərimiz, kubik-kubik formada biz ciyərlərimizi, həm qara ciyərimizi, həm də ağ ciyərimizi və bunun içərisində az öncə qeyd etmişdim, ürək də var. Doğrayırıq və daha sonra etap-etap mən sizə çəkib göstərəcəm. Baxın əziz və dəyərli izləyicilərimiz, cızbızımızın artıq soğanı qovrulmaq üzrədir. Baxın rəngini artıq dəyişib, yəni bəyazdan sarılığa doğru keçib soğan. İndi biraz da 1-2 dəqiqədə qovururuq və daha sonra baxın burada da kənarda bizim ciyərlərimiz pörtlənmədədir. Pörtlənib bitdikdən sonra əlavə edirik soğanlarımızın içərisinə. Baxın əziz izləyicilərimiz, ciyərimiz qovrulur. Burada ciyərimiz, üzr istəyirəm, soğanımız burada qovrulur. Ciyərimiz artıq burada pörtlənmək üzrədir. 1-2 burun pörtləndikdən sonra ciyərlərimizi çıxardıb soğanlarımızın içərisinə əlavə edirik. İndi isə biz keçirik kartofların hazırlanmasına. Kartoflarda da xüsusi bir nüansı qeyd etmək istəyirəm. Bilirsiniz ki, kartofun tərkibində nişasta var, hansı ki bu nişasta düzgün formada yuyulmadıqda və belə deyim, kartuşkanın tərkibindən çıxarılmadıqda kartuşkada əzilməyə, tamının dəyişməyinə belə deyim, fərq edir. Onun üçün də biz başqa bir texnikadan istifadə edərək kartofu əvvəlcədən müəyyən işləmlərdən keçiririk və daha sonra cızbızımızın içərisinə əlavə edirik. Burada gördüyünüz kimi 6 ədəd orta boy kartofumuz var. Bunları da eynən ciyərlərdə olduğu kimi kub-kub doğrayırıq. Doğradıkdan sonra isə biz kartofları da eynən ciyər kimi duzlu suda saxladıkdan sonra pörtlədirik. 1-2 burum onu da pörtlətdikdən sonra biraz kartuşka çox az yumuşalma olur. Yumuşaldıqdan sonra isə kartuşkanı çıxardıb əlavə edirik ciyərlə soğanın üzərinə. Bu da bunun püf nöqtəsidir. Mütləq kartofu belə istifadə edin. Bilirsiniz, kartofun belə xüsusi tamı olur ki, bəzən elə adamlar olur ki, həmən dadı bəyənmir. Onun üçün də mütləq kartofu bu üsulla sınayın sizdə. Biz kartoflarımızı da doğradıq kubik-kubik və indi üzərinə su əlavə edirik. Soyuq su və duz. 1-2 dəqiqə duzlu suda qaldıqdan sonra kartoflarımızı da 1-2 buğum qaynadıb əlavə edirik burada hazırladığımız soğanın içərisinə. Soğanımızı görürsünüz, o deyirlər, qızıl rəngdə soğanın qovrulması. Baxın, o haldadır hal-hazırda. Bunun səbəbi nədir? İlk öncə onu qeyd edeyim ki, soğanla yağı eyni anda bir yerə atmayın. İlk öncə yağ əridilməlidir və belə deyim, yağ tamamilə qızdıqdan sonra doğradığınız soğanı yağın içərisinə əlavə edin. Əgər bu aşkara və yaxud da ki, belə
cızbızdırsa, hansı ki burada soğanın bəlli olması bu iki yeməkdə çox belə deyim, yaxşı bir təəssürat yaradır. Adi aşqaranın hazırlanması zamanında bilirsiniz ki, aypara soğandan istifadə edirik. Onun da hazırlanması zamanı mütləq bu formada taktikadan istifadə etmək lazımdır. Burada bir nüansı qeyd edeyim. Görürsünüz ki, soğanlarımın heç biri əzilməyib, hamısı diri formada qalıb və az-azda belə deyim, az xodda qovrulmağa başlayıb. Bunun səbəbi nədir? Soğanları qovurarkən mütləq bəzən elə şəxslər olur ki, soğanın üzərinə duz əlavə edir ki, soğanın suyu çıxsın. Amma bu düzgün deyil. Soğanın necə bu formada dən-dən qalmağını və tam pişməyini istəyiriksə, ilk öncə yağı əridib soğanı əlavə etdikdən sonra duz əlavə etmirik. Hansı ki, soğan bişənə qədər. Soğan tamamilə bişdikdən sonra isə biz artıq digər ciyəri və s. əgər aşqaradsa qarasını, şabalıtını əlavə etdikdən sonra duzunu istiyortunu vururuq. Eynən cızbızda da o taktikadan istifadə edərək hazırlayıram mən hal-hazırda. Görürsünüz, soğanlarımın heç birində əzilmə və yaxud yanma halı baş verməyib. İndi artıq görürsünüz, orada ciyərlərimiz qaynamaq üzrədir. Kartoflarımız burada hazırdır. İndi artıq ciyərlərimizi süzüb soğanın içərisinə əlavə edirik. Baxın, artıq ciyərlərimiz hazırdır. İndi ciyərlərimizi biz süzürük, əlavə edirik soğanlarımızın içərisinə. Belə üsuldan istifadə edəndə, belə deyim də, sizə o ciyərin o xüsusi dadı, qoxusu qalmır və onda yeməyə daha çox dad verir. Baxın, bu hissəsində görürsünüz, artıq kəfləri yığılıb, bu kəfləri atmırıq yeməyin içərisinə. Baxın, görürsünüz, ciyərimizdən belə xüsusi rəngi dəyişmiş su çıxır. O suyu istifadə edəmirik əlbəttə ki. Ciyərimizi süzü soğanın içərisinə əlavə etdikdən sonra başlayırıq yaxşıca qarışdırmağa və daha sonra bunun duzunu, istiyotunu vurub, qoyuruq ağzını bağlayıb bişməyə. Baxın, bir çay qaşığı da biz duz əlavə edirik. Qorxmayın, duzlu çıxmır. Çünki bilirsiniz də, kartof hansı yeməyə girirsə, o yeməyin duzluluq səviyyəsini azaldır. Ona görə duzu normasında tökə bilərsiniz. Baxın, əziz izləyicilərimiz, o həqiqətən də adının haqqını verən yeməkdir bu. Cızılbız eləməyə başlayıb artıq. Baxın, ciyərlə soğan tamamilə bişdikdən sonra isə artıq biz suda pörtdətdiyimiz və əvvəlcədən suda saxladığımız kartoflarımızı əlavə edəcəyik ciyərin üzərinə. Baxın, əziz izləyicilərimiz, artıq kartoflarını da əlavə etdik. Biz yeməyimizin qapağını örtürük, qoyuruq yeməyimizi bişməyə. Hardasa bir 15 dəqiqə hazır olacaq. Çünki belə deyim, əvvəlcədən kartofları da biz həm duzlu suda saxlamışıq və daha sonra da 1-2 burum qaynatdığımıza görə kartoflar artıq yumuşalıb. Birlikdə hər biri qarışdıqdan sonra demək artıq yeməyimiz hazırdır. Buradan izləyən hər kəsə minnətdarlığımı bildirirəm. Zəhmət olmasa kanalıma abunə olmağı unutmayın, bildirimləri açın. Bilirəm, bəzən professional videolar gəlmir, amma mən də bacardığımı, əlimdən gələni etməyə çalışıram. Göz haqqınızı halal edin, yeyən hər kəsə nuş olsun. Zəhmət olmasa kanalımı izləmədə qalın və belə deyim, paylaşımları bəyənin, yorumlar yazın. Hər kəsə xoş axşamlar.